Təsəvvür edin, cəmi 48 saat ərzində, yəni qısa bir vaxtda lokal görünən bir hərbi zərbə, Dəhşətli bir sürətlə böyüyür. dünyanın ən vacib iqtisadi arteriyasının qapanmasına və qlobal logistikanın, belə deyək, iflic olma təhlükəsinə çevrilir. Bugünkü dərin təhlilimizin missiyası da elə məhz budur. Biz tərəf tutmadan, sadəcə əlimizdəki mənbələrə əsaslanaraq, yaxın şərqdəki bu son eskalasiyanı anlamağa çalışacağıq. Siz bu qarma-qarışıq məlumat selindən arxadakı əsas faktları öyrənəcəksiniz. Tamamilə. Yəni biz heç bir siyasi mövqe sərgiləmirik, yalnız faktlara baxırıq. Burada ən cəlbedici məqam odur ki, böhran saatlarla ölçülür, illərlə yox. Dəqiq. Yaxşı, gəlin bunu aydınlaşdıraq. Hər şeyin başlanğıcına baxaq. Fevralın 28-i İsrailin Müdafiə naziri İsrail Katz qabaqlayıcı zərbə endirdiklərini açıqlayır. Və dərhal ardınca ABŞ prezidenti Donald Trump bu əməliyyatda iştirakı təsdiqləyir. Yəni bu bəyanatlar dərhal Bir zəncirvari reaksiya yaradır. Bəli, ciddi bir reaksiya. Çünki İsrailə dərhal onlarla balistik raket atılır, sirenlər çalınır. Daha sonra martın 1-də İranın ali lideri Əli Xameneyinin öldürüldüyü xəbəri gəlir. Hər şey elə bil domino daşları kimi dalbadal yıxılır. Məni burada ən çox düşündürən şey hadisələrin niyə bu qədər kəskinləşməsidir. Yəni diplomatik addımlar əvəzinə niyə dərhal ən sonuncu variantı əl atıldı? Çünki burada oyun nəzəriyyəsi işə düşür. Açığı qabaqlayıcı bir zərbə endirildikdə, qarşı tərəf avtomatik olaraq bir növ küncə sıxışır. O, daxili ictimaiyyət və xarici rəqiblər qarşısında zəif görünməmək üçün ən sərt cavabı verməlidir. Aydındır. Yəni bu klassik çəkindirmə mexanizmidir də. Elədir. Bir dəfə zəiflik göstərdiyin an oyunu uduzursan. Buna görə də liderlər yavaş-yavaş artan gərginliyi yox, dərhal kütləvi hərbi qərarları seçirlər. Bəs, bütün bunlar nə deməkdir? Yəni, gərginlik sadəcə iki ölkənin sərhədlərində qalmır axı. Qalmır, bəli. İran raketləri qonşu ölkələrdəki ABŞ bazalarına da yönəldilir, ardınca hava məkanları bağlanır və əsas hədəf Hörmüz boğazı olur. Bax, tam bu ərəfədə Trump Fox News kanalında o məşhur açıq ultimatumu verir. O deyir ki, Hörmüz boğazında ABŞ gəmilərinə hücum olunacağı təqdirdə İran yer üzündən silinəcək. Çox sərt və birmənalı bir bəyanat idi. Amma bir dəqiqə, mənə qaranlıq qalan bir şey var. Əgər məqsəd qlobal iqtisadiyyatın dağılmasının qarşısını almaqdırsa, bütöv bir ölkəni xəritədən silməklə hədələmək, yəni bu qorxduqları o xaosa və iqtisadi çöküşə səbəb olmazmı? Bu biraz paradoksal səslənmir. Çox ağlı sualdır. Sərtdən baxanda paradoks kimi görünür, lakin bunu daha geniş mənzərə ilə əlaqələndirsək, o qədər kəskin ultimatumun məqsədi heç bir halda o ssenarini reallaşdırmaq deyil. Məqsəd o ehtimalı qarşı tərəfin beynindən silməkdir. Çəkindirmək üçün, yəni. Bəli. Çünki Hormuz boğazı qlobal ticarət üçün böyük bir boğulma nöqtəsidir. ABŞ-ın bu sərt reaksiyası sadəcə qlobal iqtisadiyyatı qorumaq instinktindən irəli gəlir. Deməli siz, yəni bizi dinləyənlər bilməlidir ki, əgər o boğaz bağlansa, sadə marketdən aldığınız ərzağın və ya yanacağın qiyməti bəlkə də 2 qat artacaq. Qlobal logistika dayananda hamımızın cüzdanına zərbə dəyir. Məhz bu iqtisadi fəlakət ehtimalı tərəfləri məcburi şəkildə atəşkəs masasına oturtdu. Aprelin 8-i Trump'ın ultimatumunun bitməsinə saatlar qalmış, Washington 2 həftəlik atəşkəslə razılaşdı. Və İslamabadda o ilk görüş oldu. Hə, oldu. Amma aprelin 22-sinə planlaşdırılan ikinci görüş... Bax, məsələnin əsl maraqlı tərəfi burasıdır. Sanki thriller filmindəki saat bombasıdır, amma qəhrəmanlar görüşə gəlmir. İkinci görüş baş tutmadı. Əgər hər kəs iqtisadi çöküşün bir addımında olduğunu bilirsə, niyə asanlıqla danışıqları yarıda qoyurlar? Bu vacib bir sual yaradır. 2 həftəlik atəşkəs dərin münaqişəni həll edəcək sülh müqaviləsi deyildi. Bu, sadəcə qanaxmanı dayandıran müvəqqəti bir turniket idi. Yəni, daxili siyasi məsələlər beynəlxalq maraqları üstəliyir? Tamamilə. Liderlər üçün beynəlxalq güzəşt daxili auditoriya qarşısında siyasi intihar ola bilər. Kompromis məğlubiyyət kimi görünür deyə diplomatiya anidən tıxanır. Mənbələrimizdən də gördüyümüz kimi, bir qabaqlayıcı zərbə ilə başlayan proses
avtomatik çəkindirmə mexanizmini işə salır, iqtisadiyyatı təhdid edir və sonda belə yarımçıq atəşkəslə dayanır. Bu sürət və xaos beynəlxalq sistemin nə qədər kövrək olduğunu göstərir. Həqiqətən də. Bununla bugünkü mənbə təhlilimizin sonuna gəldik. Ancaq yekunlaşdırmazdan əvvəl sizi mühüm bir sualla baş-başa buraxmaq istəyirəm. Aprelin 22-sindəki o həlledici görüş baş tutmadı. Bəs müvəqqəti 2 həftəlik atəşkəs bitdikdə və ortada heç bir sülh müqaviləsi olmadıqda, sizcə bu indiki sükut əslində daha böyük bir fırtınanın xəbərçisi ola bilərmi? Düşünməyə dəyər. Təhlilimizə qatıldığınız üçün təşəkkürlər.